imtahan zalına saat 10-da, 11-i işləmiş. 5-10 dəqiqə. Girdin, daxil oldun. Orada sənə nəzarətçilər kömək eləyəcək. Hansı otaqdır, hansı mərtəbədir, ondan narahat olma. Girirsən, əyləşirsən, sənin nəzarətçi deyir ki, filan yerdə əyləş. Əyləşdin, ruçkan qələmi qoydun, sakitcə. Orada padruqalaşmaq qətiyyən yoxdur. Orada gedim kimsə bir qızla biraz özüm həyəcanlı hiss edirəm deyə kimlərsə bir qızla padruqa olum. Çünki o qızla padruqa olsan, Mən padruqa olmaq eyni düşmüşəm. O mənim yanımda çox tutulur. hə, yaxşı yanındakı otaqdadır. Heç kimə kömək eləmirsən. Çünki sən ona kömək eləsən, o da sənə kömək edəcək. Bunun əksi olur bu arada. Yəni o sənə kömək eləsə, sən də ona kömək eləyəsən. Ona görə sakitcə başını sarsan aşağı, ya yuxarıda sala bilərsən, fərqi yoxdur. Amma heç kimlə danışmamaq sürətlə. Çünki başa düşürəm, kimlərsə istəyirsən danışasan, həyəcan olur. Danışa bilərsən, amma çox yox da, o qızı sən bir daha heç vaxt görməyəsən. Həyatın boyu sadəcə, yəni elə bir insanla %2% tanış ola bilərsən, %2% təsəvvür elə. O da heç qeyri-mümkün bir şeydir. O qızı görməyin. Daha sonra sənə birinci olaraq kitabça paylanır. Birinci kodlaşdırma vərəqi verilir. Orada adını, soyadını qeyd edirsən və kodlaşdırmanı çox xahiş edirəm düzgün eləyirsən. Ora adını yazsan, mütləq kodlaşdırmalısın adını da. Elə uşaqlar adını yazır, kodlaşdırmır və onların vərəqinə baxılmır. Mütləq hər şeyi kodlaşdırırıq və düzgün şəkildə. Daha sonra sizə kitabça verilir. Kitabçanı deyirlər, hələ açmayın. 1-2 dəqiqə tez verirlər kitabçanı. Gözləyirsən. Daha sonra açın əmri verilir kitabçaya. Kitabçanı açandan sonra gəlir sənin növbəti mərhələ. Birinci Azərbaycan dili, sonra riyaziyyat, sonra ingilis dili. Deməli, sənin neçə dəqiqə vaxtın var? 3 saat. Yaxşı. İndi sənin deməli 150 dəqiqə vaxtın qaldı. 150-ni 3-ə böldü, elədi 50 bizim qızıl qaydamız. İndi Azərbaycan dilinə ola bilər ki, biraz başlayırsan, listening gəlir sənə. Listening qoşullar bir 5 dəqiqə vaxtın gedəcək, ona çox getmir. Listening qoşullar yazdın, qurtardın, uşaqların digər səhvə oturur ingilisində əlləşir. Ay balam, Azərbaycan dili qalıb burada. Mən çox eləmirəm. Ay sağ ol. Azərbaycan dilini qutar, 50 dəqiqə bilirsən də saatda neçədir, onun üstündə olanda. Maksimum 11-in üstündə, yəni əlavə 5 dəqiqə verə bilərsən Azərbaycan dilinə. Götürüm yoxsa 90 dəqiqəni Azərbaycan dilinə ayırıb, riyaziyyat orada ağlar günə qalsın, anası ağlasın riyaziyyatın. Elə şey yoxdur. Maksimum 5 dəqiqə verdin, daha sonra nə qaldı, vəsiyo, o getdi. Gəlsən tez riyaziyyata. Riyaziyyata çünki başlayırsan işləməyə 50 dəqiqə. Baxırsan, özü qolunda mütləq saat aparsan. Ola bilər ki, o otaqda saat olmasın. Və yaxud da sən eləyib bir Azərbaycan dilini qutarına kimi, bir də görəsin nəzarətçi deyəcək, 90 dəqiqə vaxtın. Hə, yəni belə mütləq vaxtını düzgün dəyərləndir. Vaxtını düzgün dəyərləndirməsən çox pis olacaq. Amma dəyərləndirsən, yaxşı olacaq. Daha sonra keçirsən ingilis dilinə. İngilis dilində mətn falan var sizdə, qrammatika falan. Nəzarətçidən də mütləq ola bilər ki, sizdən vərəqi tez alsınlar, amma sən öz hüquqlarını de. Ola bilər məsələn sizdə 10 dəqiqə qalmış vərəqlərinizi götürə elə hallarda yaşanılır. Məcbur uşağın əlinə, mənim bir tələbəmdə baş vermişdi o. Məcbur uşağın əlindən vərəq alırlar, darta. Amma o düzgün deyil. Sizin saat 2:00-a qədər vaxtınız var. Və siz 2:00-a qədər, yəni 14:00-a qədər siz işləməlisiniz. Kimsə əgər sizdən vərəq alsa, mütləq öz iradınızı bildirin. Və əsas məsələ, indi listening gələndə çox xahiş edirəm, listeningin kolonkasını yanına qoyma. Və kimsə sənə qoysa, ona... Mən birinci sıraya düşürəm özüm əlimə. Aha, kimsə qoysa, denən ki, bu məni narahat eləyir. Mütləq.